Diskotekalar, baş ağrıdan muska var da belə. Milli rəqslərimiz olsa da lap yaxşı olar. Bakı toylarında biraz müasirliyə qaçırlar, nə bilim, gəlinlə bəy durur, DJ-lik eləyir, davul salır. Düzdür, hər öz fikri var. Sadəcə mən öz fikrimlə, köhnə stillə, bəy gəlin yerində otursun, gözünə açqı taxıb DJ-lik eləməsin, davul zat çalmasın. Bəy də ağır olar, gəlin də ağır olar. İsrafçılığa çox yol verirlər. Heç kəsə də lazım deyil o yeməklər. Canım mənim. Hamının, həm insanlara mənəvi ziyan vururlar, həm maddi ziyanlıq vururlar. Heç valla toya getdiyim yadıma düşmür. Hə, uşaqlar çox olmasın, mane olmasın. Bir də uşaqla gəlməmələrini də deyərdim ki, uşaqla gəlməsinlər. İsrafçılıq əsas odur. İslamda, İslam dinində israfçılıq böyük günah sayılır. Elə insan var ki, məsələn, imkanları çox məhduddur. Gelir kredit götürür bankdan ki, deməsinlər ki, savaları övladı üçün bu. Bir balaca belə keyfiyyətsiz toy edir. Toylar budur.